Aleyküm dostlar. Dostlar, mən Şəki rayonunda yaşayıram. Söhbətim də bundan gedir ki, mənə bir dənə 82 traktor lazımdır. Söhbət də bundan gedir. Mənim özümdə bir dənə 80 var. Düzdür, kabinka 50'dir. Qalan yer motor zat hamısı 80. Söhbət də bundan gedir. Bu traktoru verib, üstündə də 2000 pul verib, bir dənə 82 traktor almaq istəyirəm. Söhbət də bundan gedir. Əgər kimsə belə dəyişmək istəyirsə, nə belə bir 82'si varsa, bunu satıb pulunu da verə bilərəm. Söhbət də bundan gedir ki, mənə bir dənə 82 traktor lazımdır. Azərbaycanda da bəzi insanlar məsələn texnikanı qoyub gedir Rusiyyətdə olur, nə bilim bəzi adamlar heç işlətmir. Dediyim odur ki, elə bir texnikası olan olsa, direktdə nömrəm var. Yenə deyirəm buradan, qardaşlarım, bu 80 traktoru verib, bu 80'dir qardaş, motorunuz adda görürsünüz, baxın. 80'dir motoru zadda, kabinkasını da göstərirəm, içini, başını. Söhbət də bundan gedir. Bu texnikanın dostlar, bu təkəri də babatdır. Bu böyük təkəri də babatdır. Qabaqlar da babatdır. Bu ventiliyator sorsan olar ki, niyə qoymusan? Yayda rotorda işləyəndə içəri toz vurmasın deyib, çölə vursun deyib, bundan təkəri qoymuşam. Bu texnikada bir dənə bu traktorun qardaşlarım, bu təkəri zəifdir. Zəif deyəndə heç yoxdur deməyən kimi şeydir. Dediyim odur ki, texnikanın motoruna, karovkasına başımdan cavab deyib. Amasını deyim ki, bu texnika bizlərə əl vermir. Ona görə ki, qabaq mosla döl deyib, əl vermir. Mən bu texnikanı verib, üstündə də 2000 manat pul da verib, 82 traktorla dəyişmək istəyirəm. Əgər kimsə dəyişmək fikri olsa, direktdə nömrəm var. Direktdəki nömrəmlə əlaqə saxlaya bilər. Texnikada Şəki rayon Aşağı Daşal kəndində olur. Dediyim odur ki, əgər kimsə dəyişmək fikri olsa, məndən əlaqə saxlaya bilər.